Bugün Azərbaycan Respublikasının şəhid milli qəhrəmanı Əfqan Hüseynovun şəhadət olduğu gündür. Təbii ki, 1-ci Qarabağ müharibəsi başladığı zaman Azərbaycanın mərd oğlanlarını, qeyrətli oğlanlarının döyüşlərə atıldığı bir dövrə təsadüf edir. Düzdür, o zaman ordu formalaşmamışdı. Könüllərdən ibarət dəstələr yaradırdı və öndə döyüşən də polis idi. Əfqan Hüseynov da bir peşəkar hərbiçi kimi döyüşlərə qatılmışdı. Bir çox əməliyyatlarda iştirak edən Əfqan Hüseynov demək olar ki, düşmənin kabusuna çevrilmişdi və tezliklə də qələbələrimizin əldə olunaraq torpaqlarımızın işğaldan azad olunmasına Əfqan Hüseynov inanırdı. Bir peşəkar zabit kimi. Lakin 1992-ci il 1 noyabrda Əfqan Hüseynov üçün son döyüş oldu. Qızğın gedən döyüşlər nəticəsində Əfqan Hüseynov qəhrəmancasına şəhid oldu. Ali Başkomandanımız, ulu öndərimiz Əfqan Hüseynovun qəhrəmanlarını nəzərə alaraq Əfqan Hüseynov Azərbaycanın milli qəhrəmanı adı ilə tərtib etdi. Biz də Milli Qəhrəmanlar Təşkilatı, Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Onu da qeyd edim ki, qəhrəmanımız Nizami rayonunda qeydətdə olan şəhid milli qəhrəmanımızdır. Allah rəhmət etsin.